Yeni il mövzusu ilə bağlı çox sevdiyim iki film tövsiyəsi verəcəm sizə. Həmin filmlərə baxmaqla həm ingilis dilinizi inkişaf elətdirə, həm də yeni il ruhunu yaşaya bilərsiniz. Birinci filmimiz That Christmas. Bu yaxınlarda baxmışdım həmin filmə. Bu film kiçik bir sahil qəsəbəsində yaşayan insanların milad ərəfəsində başlarına gələn maraqlı hadisələri göstərir. Güclü qar fırtınası baş verir və bu orada yaşayan uşaqlar, valideynlər, hətta Santanın planlarını dəyişir və bu zaman çox maraqlı hadisələr baş verir. İkinci film Christmas Chronicles. Birinci hissə. Film miladı xilas eləməyə çalışan iki bacı-qardaş Kate və Teddy Pierce haqqındadır. Onlar təsadüfən Santanın xizəyini qəzaya uğradırlar və bu da milad gecəsini təhlükə altında qoyur. Uşaqlar Santa ilə birlikdə şəhər boyu macəralar yaşayaraq hədiyyələri vaxtında çatdırmağa çalışırlar və bu zaman başlarına çox maraqlı hadisələr gəlir. Əgər bu filmlərə ingilis dilində və alt yazı ilə harda baxa bilərəm deyə soruşsanız, şərhlərdə link yazın. Hər iki filmin linki sizə göndəriləcək.